Bugün sizə ət və narın möhtəşəm birləşməsindən ətli nar qovurması hazırlayıram. Dana və quzu əti ilə hər ikisi ilə hazırlaya bilərsiniz. Mən quzu əti ilə hazırladığım üçün bir qədər quyruqdan da istifadə etdim. Əti tavada bir qədər möhürləyib qapağı üzərinə yerləşdirib vam odda tam yumşalana qədər bişiririk. Mən quzu əti ilə hazırladığım üçün ət tez bişdi, hazır oldu. Yumşaldıqdan sonra şabalığı da əlavə etdim içərisinə. Birlikdə də 5 dəqiqə qovurub və tavadan bunları yığdım. Həmin bu ətin öz yağını süzgəcdən süzdüm, yenə də tavanın içərisinə əlavə etdim. İncə samanvari şəkildə doğradığım soğanları da bu yağın içərisinə əlavə edirəm. Biraz da duz əlavə etdim və qızılı rəng alınca soğanı bir qədər qovurdum. Soğan qovrulduqdan sonra şabalıqlı əti içərisinə əlavə etdim. Bunları da birlikdə biraz qarışdırdım və üzərinə nar suyu əlavə edirəm. Qapağını üzərinə yerləşdirib vam atəşdə şabalıd tam yumşalana qədər bişirirəm. Şabalıd da tam yumşaldıqdan sonra üzərinə dənələdiyim narları da əlavə edirəm. Qarışdırıb qapağı üzərinə yerləşdirib bir 5 dəqiqə narla da birlikdə bişirib ocağı söndürürəm. Ətli nar qovurmasının yanında mən plovda süzdüm. İstəsəniz həm plovla süfrəyə verə bilərsiniz, həm də bu yeməyi çörəklə də nuş edə bilərsiniz. İnanın o qədər ləzzətli bir yeməkdir ki, yeyərkən dadından doymaq olmur. Mütləq hazırlayın, hazırlayanlara nuş olsun. Hələlik.